Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından 3. bölüm müellif bölüm açır ve deyir ki Kitabul İlm, ilim kitabı. Ve 1. fesil et-tergibu fil ilmi ve talabihi ve taallumihi ve ta'limihi. İlmi talep etmek, ilmi öğrenmek ve onu öğretmeye rağbetlendirmek. Alimler ve ilim öğrenenlerin fezleti hakkında ne varid olmuştur? 67. hadis an Muaviye radıyallahu anhu kâle Resulullah sallallahu aleyhi ve sellem men yuridillahu bihi hayran yufakkihhu fi'd-din. Muaviye radıyallahu anhu diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Allah kime hayır isteyerse onu dinde fakih eder. Ve fik sözü aslında Arap dilinde değil fakihe er-raculu, kişi fakih oldu. Yani kesre ile fakihe yefkahu, yani anlayanda, bilende değiller ki fakihe yefkahu kesre ile. Ve bir de var fakuhe damma ile yefkuhu, eğer fakih alim olarsa kesre ile fakihe anladı, başa düştü, bildi. Ama fakuhe yefkuhu ise alim oldu, insan fakih oldu. Ve adette yani fakih hususi olarak Ebu Saadet rahimehullah diyor ki fakih sözü furu' ilmi, yani dinde, akide, esas ilimler yok. Furu' ilmini bilenlere veyahut da bu ilme has olarak değilir. Fik sözü, fakih sözü. Ve Şeyh Albani rahimehullah diyor ki onun yani furu' ilmiyle hususileştirmesine hiçbir delil yoktur. Ve Ed-Darimi İmran el-Minqari'den rivayet edilir, diyor ki ben bir gün Hasan el-Basri'ye dedim herhangi bir şey hakkındaki ma hakeza kal fukaha, yani fakihler bile demeyibler. Yani fakihler hansı ki o fik ilmiyle meşhur olanlar gast olunur. Ve o da bana dedi ki diyor vay sana, sen hiç fakih görüpsen innemel fakihu ez-zahidu fid dunya. Fakih o adamdır ki dünyaya karşı zahid olar. Er-ragib fil ahire, ahirete rağbetli, ahirete istekli. El-basiru bi emri dinihi, dini işlerini, dini meseleleri bilir, ilimli olar. El-mudavimu ala ibadeti rabbihi, ve Rabbine ibadette de devamlı olandır. Yani fakih, ilmine emel eden alim gast olunur. Ve başka rivayette ise diyor ki Allah Resulü sallallahu aleyhi ve sellemin böyle dediğini işittim. Ya eyyühennâsu, ey insanlar, innemel ilmu bitteallumi, ilim yalnız öğrenmekle olur. Vel fikhu bittefakkuhi, ve fıkh, yani insanın dinde ilimli olması fakih olmaya çalışmakla olur. Dini öğrenmeye çalışmakla olur. وَمَنْ يُرِدِ اللّٰهُ بِهِ خَيْرًا يُفَقِّهُ فِي الدِّينِ. Allah Teala kime hayır isteyerse onu dinde fakih eder. Ve sonra bu ayeti okudu. اِنَّمَا يَخْشَ اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمَا. Allah'tan kulları içerisinde yalnız alimler korkar. Huzeyfe İbn Yemen radıyallahu anhuma diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem ile buyurmuştur. Fadlul ilmi hayrun min fadl ibadeti. Elave ilim, insanın elave ilimle meşhur olması, elave ibadetten daha hayırlıdır.
Ve sonra buyurdu ki hayru dinikum el-vara'u, ve sizin dininizin de en hayırlısı el-vara'. Vara yani insanın ahirette fayda vermeyen şeyleri terk etmesidir. Sonra müellif fəsil açır ve hadisle başlayır. Ebu Hurayra'dan, o da diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem öyle buyurdu. Men neffese an mu'minin kurbeten min kurabi dünya neffesallahu anhu kurbeten min kurabi yevmil kıyame. Her kim bir müminden dünya sıkıntılarından bir sıkıntısını açar götürerse Allah Teala onun kıyamet gününün sıkıntısını götürer. Kıyamet günü sıkıntılarından bir sıkıntısını götürer. Ve kurbatın sözü neffese sözü, daha doğrusu neffese yani insandan çetinliği aradan götürme. Neffese sözü nefes sözündendir. Yani sanki boğazı herhangi bir şeyle sıkılan, bağlanan insanın boğazını açırsan ve o da nefes almaya başlayır. Ve çetinlik ve sıkıntı, meşakkatli olan insana da herhangi bir şəxs rahatlıq verərsə, malıyla, ad sanı hörməti və yaxud da işarə ilə və yaxud da herhangi bir kömək, yardımla və ya vasitəçilik etməklə və yaxud da ona dua etmək və ya ona şəfaatçilik etməklə, herhangi bir xeyir, herhangi vasitəçiliklə əgər yaxşılıq edərsə, Allah Teala tərəfindən mükafat olaraq qiyamət gününün sıxıntılarından bir sıxıntı götürürlər. Ve bu da Allah Teala'nın insana ettiği əməlinə bir mükafatdır. El-cezâ'u min cinsil amel. İnsana verilen mükafat ettiği əmələ müvafiq olur. Sıkıntısını götürür herhangi bir Müslümanın, Allah Teala kıyamet gününün sıkıntılarından bir sıkıntı götürür. Lakin dünya sıkıntısı ile kıyamet gününün sıkıntı, meşakkati arasında müqayisə olunmayacak derecede fərq vardır. Ve insan dünyada ne kadar çətinlik, məşəkkət olsa belə, qiyamət gününə nisbətdə yox kimidir. Və bir müsəlmanın məşəkkətini, çətinliyini, sıxıntısını aradan götürmək, Allah Teala tərəfindən bu cür böyük bir mükafatla qarşılanır. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللّٰهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ. Kim müsəlmanı örtərsə, Allah Teala dünya və ahirətdə onu örtər. Setara yani örtmek, insan bedenini libasla örtür veyahut da insanların eyiblerini örtür. Ve bu da deyir ki, eğer insan yani eyibleri, günahları örtülen insan eğer fesadla tanınmış insan değilse, fesad ehlidirsə eğer, onda bunu örtmek olmaz. Fəsad əhli deyilsə, belə ki, hörmətli insandır, salih insandır, yaxşı əməlləri ilə bilinən insandır və Allah Resulü sallallahu aleyhi ve sellem başqa hədisdə buyurur ki, əqilu zəvil heyəti əsəratihim. Yəni, şəxsiyyət əhli, hörmət əhli, hörmətli insanlar, salih əməlləri ilə tanınan insanların səhvlərindən, günahlarından keçin. İlləl hudud, hədlər istisnadır. Hədlər hansı ki, eğer insan herhangi bir hədd tətbiq olunacaq bir günah edibsə, misal üçün oğurluq edib və yaxud da zinadır, herhangi bir hədd tətbiq olunacaq bir günah edibsə, onda hakimə eğer çatıbsa, hədd tətbiq olunmalıdır. Ve sonra Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, وَمَنْ يَسَّرَ عَلَى مُعْصِرٍ يَسَّرَ اللّٰهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ. Kim sıkıntıda olan, yani borç altında basılan, yani borcu olan insan, borç onu sıkır. Ona yüngüllük vererse, ya mühlet verir ki borcunu qaytarmaq üçün, veyahut da
onun borcundan keçir. Və yaxud da burada qəsd olunan kasıblıqdır. İnsan kasıb adama işini asanlaşdırarsa, ona hədiyyə verərək, sədəqə edərək və yaxud da borc verərək hər hansı bir şeylə Allah Teala dünya və axirətdə ona asanlaşdırar, yüngüllük verər. Vallahu fi avnil abdi mə kənəl abdu fi avni əxihi. Allah Teala bir qulun kömək yardımındadır, nə qədər ki qul qardaşının yardımındadır. Və mən sələkə tariqan yəltemisu fihi ilmən səhhəlallahu lehu bihi tariqan iləl cənnə. Və kim də elm öyrənmək üçün yola çıxarsa, Allah Teala cənnətə gedən yolu ona asanlaşdırar. وَمَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِّنْ بُيُوتِ اللّٰهِ يَتْلُونَ كِتَابَ اللّٰهِ وَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ. Hər hansı bir qövm, bir cemaat Allahın evlərindən bir evdə toplaşarlar və Allahın kitabını oxuyarlar və onu öz aralarında öyrənərlərsə, illə haffəthumul mələikə, mələklər onları dövrəyə alar. Və nəzərət aleyhimus səkinə, onlara sükunət nazil olar. Yəni qəlblərinə rahatlıq gələr, sabitlik gələr, qəlb saflığı, qəlbin təmizliyi olar. Vəğəşiyyətumur rəhmə, rəhmət onları bürüyər. Və zəkərəhumullahu fimən indəhu, Allah Teala öz yanındakilər yanında onları zikr edər. Və mən batta'a bihi aməluhu ləm yusri' bihi nəsəbuhu. Hər əgər kiminsə əməli onu yubadarsa, gecikdirərsə, kiməsə qohum olmağı, hansısa nəsildən olmağı onu irəli sürməz. Yəni bir adamın əgər əməlləri pisdirsə, əməllər cənnətə aparmırsa və əgər əməllər cənnətdən yubandırırsa insanı, pis əməlləri varsa, onun kiməsə qohum olmağı, hansısa nəsildən olması ona heç bir kömək, yardım etməz. Və bu hədisdə yətədərəsunəhu beynəhum, yəni Allahın evlərindən bir evdə toplaşarlarsa, yəni Allahın kitabını oxuyarlar, yəni Qur'anla əlaqəli hər hansı bir şey, öyrənmək, öyrətmək, bir-birlərini öyrətmək və yaxud da təfsirə baxmaq, mənasını öyrənmək və s. Və Allahın evlərindən bir ev, yəni kim haradasa yığışarsa, 5 nəfər, 3 nəfər və öyrənərlərsə, şərt deyil ki, mütləq şəkildə məscid olsun. İstər mədrəsə və yaxud da hər hansı bir yer olarsa. Çünki burada demədi ki, Allahın məscidlərindən məsciddə. Növbəti hədis, Əbu Dərdə radiyallahu anhu deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Mən sələkə tariqan yəltəmisu fihi ilmən səhhəlallahu lehu tariqan iləl cənnə. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah Teala onun üçün cənnət yolunu asanlaşdırar. Və innəl mələikətə lə tada'u əcnihətihə li talibil ilmi ridan bimə yəsna'u. Həqiqətən mələklər elm tələbəsinin, elm öyrənin etdiyindən razı olaraq qanadlarını onun yoluna sərirlər. Və innəl alimə lə yəstəğfiru ləhu mən fis-səməvati və mən fil-ard. Həqiqətən alim üçün göylərdə kim varsa, yerdə kim varsa hamısı istiğfar dilir, Allah'tan bağışlanma istəyir. Hətta sudakı balıq belə Allah Teala'dan bağışlanma istəyir alim üçün. Və fadlul alimi aləl abidi kə fadlil qameri alə səyri kəvakibi. Alimin abidə olan üstünlüyü ayın digər ulduzlara olan üstünlüyü kimidir. Və innəl uləməə varasətul ənbiyə. Və həqiqətən alimlər peyğəmbərlərin varisləridir. İnnəl ənbiyəə ləm yuvarrisu dinaran və lə dirhəmən. Və peyğəmbərlər də nə dinar, nə də ki dirhəm miras olaraq qoymayıblar. İnnəmə varrasul ilmə, onlar elm miras qoyublar. Fəmən əxədəhu əxədə bihaddin vafirin. Və kim də ondan götürərsə, böyük, çox, bol bir pay nəsib götürmüş olar.
Ve növbəti hədisdə Safvan ibn Assal el-Muradi radiyallahu anh deyir ki, Əteytun Nəbiyyə sallallahu aleyhi ve selleme və huve fil məscidi muttəkin alə burdin lehu əhmara. Mən Allah elçisi sallallahu aleyhi ve sellem yanına gəldim və o da məsciddəydi. Özünün qırmızı rəngli paltarına, libasına yəni bürünmüşdü. Burdun, yəni uzun paltardır. Adətən papağı olur, özünə bitişik, yapışıq papağı olur, başına qoymaq üçün. Və ona dedim ki, ya Resulallah, inni ci'tu atlubul ilmə. Ey Allahın elçisi, həqiqətən mən gəldim, elm öyrənmək, elm tələb etmək üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın elçisi dedi ki, mərhəbən bi talibil ilm. Elm tələbəsi xoş gəlib. İnnət talibəl ilmi təhuffuhul mələikətu və tuzilluhu bi əcnihətihə. Həqiqətən elm tələbəsini mələklər dövriyə alır və qanadları ilə onu kölgələndirir. ثم يركب بعضهم بعضا حتى يبلغ السماء الدنيا من محبتهم لما يطلبوا. Və sonra mələklər bir-birinin üstünə yığılaraq hətta dünya səmasına qədər çatırlar. Yəni elm tələbəsinin öyrəndiyinə, tələb etdiyinə sevgi olaraq, yəni onun elədiyinə sevgi olaraq, onun etdiyini sevərək mələklər üst-üstə dünya səmasına kimi çatırlar. Və başqa rəvayətdə Ənəs ibn Məlikdən deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm buyurmuşdur, Talabul ilmi faridatun alə kulli muslimin. Elm tələb etmək hər bir müsəlmana fərzdir. Və bu hədisdə Allah elçisi sallallahu aleyhi və səlləm istər kişi, istər qadın, balaca və böyük, azad və qul istisna etmədən dedi ki, hər bir müsəlmana elm tələb etmək, elm öyrənmək fərzdir. Ənəs ibn Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, Səb'un yəcri lil-abdi əcruhunnə və huve fi qabrihi ba'de mevtihi. 7 şey var ki, qula bu 7 şeyin savabı, mükafatı gedir, cərəyan edir, qul öləndən sonra qəbrində olduğu halda. Baxmayaraq ki, ölüb, çünki insan öldüsə əməllər kəsilir, heç nə yazılmır, savab getmir, lakin 7 şey var ki, insan öldükdən sonra ona savabı gedir. Mən alləmə ilmən, kim elm öyrədərsə, əvkara nəhran və yaxud da su quyusu qazar. Su quyusu qazarsa, yəni insanlar istifadə eləməsi üçün, əv hafara bi'ran və yaxud da bir quyu qazar. Kəra nəhran, yəni su quyusunda olan palçığı çıxarır ki, orada insanlar ondan istifadə edə bilsinlər. Hafara bi'ran isə insan olmayan quyu qazır. Quyu qazır ki, insanlar üçün bir su quyusu olsun. Əv qarasa nəxlən və yaxud da xurma ağacı əkər. Əv bənə məscidən və ya məscid tikərsə, inşa edərsə, əv varrəsə mushafən və yaxud da mushaf, yəni Qur'an qoyar, yəni məsciddə və yaxud da hansı bir yerdə ki, insanlar oxuyusunlar deyə. Əv tərəkə vələdən yəstəğfiru ləhu bə'də mevtihi və yaxud da ölümündən sonra onun üçün istiğfar, bağışlanma diləyən övlad tərk edibsə. Əbu Hureyra radiyallahu anh deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurur, Əd-dünya məl'unətun mə fiyhə. Dünya lənətlənmişdir və onda olanlar lənətlənmişdir. İllə zikrallahi və məvaləhu. Yalnız Allaha zikir və ona yaxın olan, ona aparan şeylər istisnadır və Allah Teala'nın sevdiyi şeylər istisnadır. Alim və bir də elm öyrənəndən başqa. Yəni, dünya lənətlənmişdir. Və burada qəsd olunan insanı Allahdan yayındıran hər bir şey, Allahdan uzaqlaşdıran hər bir şey qəsd olunur. Və lənətlənmək də Allahın nəzərindən uzaqdır. Allahın nəzərindən uzaqdır. Yalnız Allah'a zikirdən başqa.
Allah'ı zikirdən başqa və bu zikrə aparan, zikrə yaxın olan hər hansı bir şey. Allahın zikrinə, Allahı anmağa, Allahı xatırlamağa müvafiq olan hər hansı bir şey. Allah'a itaət olsun, Allahın əmrlərini yerinə yetirmək, qadağan etdiklərinə son qoymaq, bütün bunlar Allah'a zikrə müvafiq olan şeylərə daxildir. Abdullah ibn Məsud deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. La hasədə illə fitnəteyn. Yəni, iki şəxsdən başqasına qibtə yoxdur. Yəni, həsəd deyəndə burada qibtə qəsd olunur. Çünki həsəd iki cürdür. Birincisi, yəni, məzəmmətli olunandır. Hansı ki, insan başqasında olan neymətin yox olmasını istəməsidir. Və bu da həsəddir. Hansı ki, bu haramdır. Və bəzən də qibtə qəsd olunur. Bu da insan başqasında olan hər hansı bir xeyrin özündə də olmasını təmənna etməsidir. Və bunda da bir günah, bir sıxıntı yoxdur. Və bu hədisdə də Allah elçisi sallallahu aleyhi ve sellem buyurur ki, qibtə yalnız iki şəxsi olunur. Raculun ətəhullahu mələn fəsallatahu alə hələkətihi fil haqq. Birinci, Allah Teala bir kişiyə mal vermişdir. O kişidir ki, Allah Teala mal verib və o da malını haqq yolunda sərf edir. Yəni, Allah Teala'nın sevdiyi və razı qaldığı işlərə sərf edir. Və ikincisi də o kişidir ki, Allah Teala ona hikmət, ilim vermişdir və o da ona əməl edir və onu insanlara öyrədir. Əbu Musa Əş'ari deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Məsəlu mə bə'əsəniyallahu bihi minəl hudə vəl-ilmi. Allah Teala'nın məni göndərdiyi hidayət və ilmin misalı kəməsəl qaysin əsabə ardan. Yəni, quraqlıqdan sonra, ümidsizlikdən sonra yağan yağışa bənziyir. Torpağa yağan yağış. Fəkənət minə taifətun, tayyibətun, qabilətmə. Və o torpaqdan da eləsi var ki, pakdır, təmizdir, suyu qəbul edir. Əmbətətil kələ vəl-uşbül kəthir. Yəni, ot bitirir və yəni, quru ot və yaxud da yaş ot və bir də uşb, yəni yaş ot bitirir. Ot alaq bitirir. Və kənə minhə əcədibu və elə torpaq da var ki, quraq torpaqdır. Qurudur, bərkdir. Yəni, suyu özünə çəkmir. Və yaxud da bitkisiz torpağa deyilir. Əmsəkətilmə, suyu saxlayır. Fənəfəallahu bihənnəs. Allah Teala onunla insanlara fayda verir. Yəni, ikinci torpaq o torpaqdır ki, suyu özünə çəkmir, saxlayır, su qalır onun üstündə və insanlar faydalanırlar. Fəşəribu minhə, o sudan içirlər, və səqav, suvarırlar, və zəra'u, əkirlər. Və əsabə taifətən uxra minhə, və başqa üçüncü torpaq, Peyğəmbər sallallahu aleyhi ve sellem zikr edir, başqa torpağa yağış düşür. İnnəmə hiyə qi'anun, və o da düz bir yerdir. Qi'anun, düz bir yer deyilir, sığallı düz. Hansı ki, heç nə bitmir, dünbələn dümdüz. Lə tumsiku məən, suyu saxlamır, və lə tumbitu kələən, nə də ki, ot bitirmir. Fədəlikə məsəlu mənfəquhə fi dinilləhi Teala. Və bu misal da Allah Teala'nın dinində fəqih, elmli, alim olanın misalıdır. Və nəfə'ahu mə bə'əsəniyallahu bihi. Və Allah Teala mənim göndərildiyim, yəni Allah Teala məni nə ilə göndəribsə, onunla fayda əldə edən birisidir. Fəalimə və alləmə, öyrənib və o da öyrətmişdir. Və məsəlu mən ləm yərfə' bidəlikə rəsən. Və həmçində bu misal, bu dinə, mənim gətirdiyim hidayət və elmə, dinə heç başını qaldırmayanın misaldır. Və ləm yəqbəl hudallahi illəci ursiltu bihi. Və mənim göndərildiyim o hidayəti qəbul etməyən birisidir. İmam Əl-Qurtubi rahimehullah bu hədisin şərhində deyir ki,
Allah elçisi sallallahu aleyhi ve sellem misal çəkir. Onun gətirdiyi dinə misal çəkir. Yağışı, qeyth, hansı ki insanlar quraqlıqdan ümid kəsəndən sonra artıq ümidsizdürlər. Yağış yağmır. Ondan sonra yağan yağışa deyilir. Bərəkətli yağışa. Ümumi insanlara ehtiyac vaxtı gələn yağışdır. Ehtiyac vaxtı. Artıq quraqlıqdır. Suya ehtiyac var, yağışa ehtiyac var, yağış yağır. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu misalı çəkir. İnsanlar da Peyğəmbər sallallahu aleyhi ve sellem göndərilməmişdən əvvəl halı belə idi. Necə ki, yağış ölmüş bir yeri dirildir, həyat verir və həmçinin də dini elmlər də ölmüş qəlbləri həyat verir, ölmüş qəlbləri dirildir. Və sonra bu elmi eşidənləri Allah elçisi sallallahu aleyhi ve sellem bənzədir. Bu elmi dinləyənləri bənzədir torpağa. Müxtəlif torpaqdır, hansı ki ona yağış düşür, yağış yağır. Eləsi var ki, əməl edir, öyrədir. Yəni insan eşidir Allahın dinini, elmi, hədisləri, ayələri eşidir, ona əməl edir və onu öyrədir. Və o da pak torpaq kimidir. Suyu sorur, yağış suyunu özünə çəkir və bitkilər bitirir. Və başqaları da ondan faydalanır. Və eləsi də var ki, elə insan var ki, elmi toplayır, elmi əzbərləyir və vaxtını elm öyrənmək üçün sərf edir, lakin nafilə, əlavə əməllər eləmir. Və yaxud da özünün topladığı, əzbərlədiyi ona fayda vermir. Lakin başqasına ötürür, başqasına çatdırır, başqasına danışır. Və bu da şoran düz torpaq kimidir. Suyu saxlayır özündə, suyu çəkmir və heç nə bitirmir. Başqası faydalanır. Və Allah elçisi sallallahu aleyhi ve sellem bu iki misalı çəkir. İkisi təriflənəndir. Çünki fayda verməkdə ikisi müştərəkdirlər. Və üçüncüsü isə məzəmmət olunan qınanandır, hansı ki, nə özü faydalanmır, nə də ki, başqasına da fayda vermir. Və növbəti hədisdə Əbu Hureyra radiyallahu anh deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnnə mimmə yəlhaqul mu'minə min amelihi və həsənətihi bə'də məvtihi. Möminə ölümündən sonra çatdığı əməli və həsənətləri ilmən əlləməhu və nəşərəhu. Elmdir ki, onu öyrədib və onu yaymışdır. O vələdən salihən tərəkəhu və tərk etdiyi salih övladdır. Və ya qoyduğu mushafdır, Qur'andır ki, insanlar oxuyurlar. Və ya tikdiyi, inşa etdiyi məsciddir. Və yaxud da yolçu, müsafir üçün ev tikib, bina tikib ki, yolçular orada istirahət etsinlər deyə. Və yaxud da çay axıtmışdır, yəni su, quyusu qazmışdır və s. Əv sədəqətən əxracəhə min məlihi fi sıhhətihi və həyəti. Və yaxud da öz malından çıxartdığı sədəqədir, sağlam vaxtı, həyatdaykən malından sədəqə çıxarır. Təlhəquhu min ba'di məvtihi. Və bunlar da insan öldükdən sonra insana savab mükafatı gedir. Növbəti hədisdə Əbu Hureyra radiyallahu anh deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İzə mətə İbn-i Ədəmə inqata əməluhu illə min tələtin. Adəm oğladı öldükdə 3 şeydən başqa bütün əməlləri kəsilir. Ona heç bir savab getmir. Sədaqətin cəriyyətin, axar sədəqə, əv ilmin yuntəfə bihi və ya fayda, mənfəət əldə edilən elm, əvvələdin salih yəd'u ləhu və yaxud da ona dua edən salih övlad. Növbəti hədisdə Əbu Qatədə radiyallahu anh deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Xayru mə yuxallifur raculu min ba'dihi thələthun. Yəni kişinin öldükdən sonra qoyduğu ən xeyirli şey 3 şeydir.
Veledun salihun yed'u lehu. Onun için dua eden salih evlat. Ve sıgatun tecri yebluğuhu ecruha. Ve ahar sadakadır ki onun ecri, savabı ona çatır. Yani yol çekip, su kuyusu koyup, ağaç ekip, yani insanlar ne kadar ki ondan istifade edir, faydalanırlarsa ona da ecri gelir. Ve ilmun yu'melu bihi min ba'dihi, ve ondan özünden sonra emel olunan bir ilim koyupsa. Nöbete hadiste Sehl ibn Muaz ibn Enes, o da atasından radıyallahu anhum deyir ki Allah elçisi sallallahu aleyhi ve sellem ile buyurmuştur. Men alleme ilmen felehu ecru men amile bihi. Kim ilim öğrederse ona emel edenlerin ecrinden ona da vardır. Ve emel edenin ecrinden hiç ne azalmadan, nagisleşmeden. Nöbete hadiste Ebu Umame el-Bahili deyir ki Allah elçisi sallallahu aleyhi ve sellem yanında iki kişi zikrolundu. Birisi abiddir, o birisi ise alimdir. Ve Allah elçisi sallallahu aleyhi ve sellem böyle buyurdu. Fadlul alim alel abidi ke fadli ala ednakum. Alimin abide olan üstünlüğü benim sizden aşağı olanın üstünlüğü kimidir. Ben necə ki sizden aşağı olana ondan üstünem, alim de abidden ocu üstündür. Ve sonra Allah elçisi sallallahu aleyhi ve sellem böyle buyurdu. İnna Allaha ve melaiketehu ve ehles semavati vel ard. Hakikaten Allah Teala, onun melekleri, sema ve yer ehli, hatta yuvasındaki karışka bile ve hatta balık da leyusalluna ala muallimin nasil hayr. İnsanlara hayır öğretene salavat edir. Allah Teala'nın salavatı Allah'ın kuluna tarifidir. Ve hemçinin insanı zulmetlerden nura çıkarmasıdır. O amelde ki Allah Teala herhangi bir emele göre insana salavat edir. Hemen emelin sebebiyle Allah Teala insanı zulmetlerden nura çıkarır. Meleklerin salavatı yani duadır ve hemçinde insanların da salavatı duadır. İstiğfardır. Ve nöbete hadiste Ayşe radıyallahu anh diyor ki muallimul hayr yestağfiru lehu kullu şey. Hayır öğretene her bir şey istiğfar dilir. Allah'tan bağışlanma dilir. Hatta denizdeki balık bile. Ebu Hureyre radıyallahu anh diyor ki ennehu merre bi suqil Medine. Ebu Hureyre özü Medine'nin bazarının yanından geçir ve dayanır ve deyir ki ey bazar ehli, nedir sizi aciz koyan? Yani ne için böyle aciz kalıpsınız? Herhangi bir iş görmüşsünüz, emel etmişsiniz. Dediler ki nedir ki o ya ey Ebu Hureyre, nedir o iş? Dedi ki Allah elçisi sallallahu aleyhi ve sellem mirasıdır. Bölüştürülür. Ama siz ise buradasınız. Gidip öz payınızı, öz nasibinizi o mirastan götürmürsünüz mü? Dediler ki hardadır o? Ebu Hureyre dedi ki mescidde. Ve bazar ehli mescidden, bazardan tez çıkırlar. Ve Ebu Hureyre dayanır onlar için, yani onları gözlüyor ki onlar ta ki qayıtsınlar. Ve onlar qayıdırlar ve Ebu Hureyre onlara deyir ki ne oldu size? Dediler ki Ebu Hureyre mescide geldik ve mescide daxil olduk ve orada hiç ne bölüştürülen bir şey görmedik. Ebu Hureyre onlara dedi ki siz mescidde hiç kesi görmediniz mi? Dediler ki bəli gördük. Bir cemaat namaz kılırdı. Bazıları Kur'an okuyurdular. Bazıları ise halal ve haramı zikredirdiler, hatırlayırdılar. Öğrenirdiler. Ve Ebu Hureyre onlara dedi ki vay sizin halınıza. Ve bu da Muhammed sallallahu aleyhi ve sellem mirasıdır. Muhammed sallallahu aleyhi ve sellem mirası məhz budur. Yani insanın ilim öğrenmesi. İlim Allah elçisi sallallahu aleyhi ve sellem'den kalan bir mirastır.
Ve Allah Teala'dan isteyelim ki Allah Teala bize Peygamber sallallahu aleyhi ve sellem mirasından bol pay versin ve Allah Teala bizi eşidip yaxşısına tabi olanlardan, öğrenip öğrendiğine emel edenlerden etsin ve Allah Teala size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve atubu ileyk.